pasientlərə deyəndə ki, gəl, özümüz baxaq, bəzən belə fikirləşirlər ki, həkim görəsən niyə məni çağırır, başqa yerdə eləsəm olmazmı, müayinəni və s. Baxın, bu pasient rayonda eləyib müayinəsini və deyiblər ki, sənin hamiləliyin ümumiyyətlə yoxdur, inkişaf eləmir, inkişafdan qalıb və götürmək lazımdır və s. Təkrar gəlib biz baxırıq hal-hazırda. Nəinki inkişafdan qalıb, burada 8-9 həftəlik ürək döyüntüsü də olan bir hamiləlik var. Ona görə dəyərli pasientlər, sizə həmişə deyirsiniz, başqa yerdə eləyək, cavabı ataq və s. Həmişə deyirəm ki, gəlin, özüm baxın. Bu hamiləliyə deyiblər ki, inkişafdan qalıb. Ürək döyüntü də var, inkişaf da var. Hətta burada